Azəri-Çıraq Günəşlidə 2 qaz layı açılıb. Bir neçə aya Azərbaycan qaz hasilatını artırmaq istiqamətində yeni mənbədən hasilata başlayacaq. Bu, Qərbi Çıraq platformasından qazılan quyudan əldə edilən qaz hasilatı hesabına reallaşdırılacaq. Layihənin operatoru BP Azərbaycan şirkəti hesab edir ki, Azəri-Çıraq Günəşli neft blokunda 4 trilyon kubfut, başqa sözlə 113 milyard kubmetr təbii qaz ehtiyatı var. Qərbi Çıraq platformasından hasilat quyusu qazılmışdır və artıq 2 lay üzrə karbohidrogen yataqları aşkar edilmişdir, yəni onların həcmləri müəyyən edilmişdir və bu ilin birinci yarısında demək ki, daha dayazda olan lay üzrə ilkin hasilat həyata keçiriləcək və daha sonra daha dərində olan lay üzrə ilin ikinci yarısında həmin hasilatın kütləvi şəkildə hasilata başlayacaq. 2025-ci ildə Səngəçal terminalından ümumilikdə 209 milyon barel neft və kondensat, eləcə də 27 milyard kubmetr şahdəniz qazı ixrac edilib. Hazırda terminalın gündəlik ixrac gücü 1,2 milyon barel neft və kondensat, 100 milyon kubmetr qaz təşkil edir. 2025-ci ildə terminalın elektrikləşdirilməsi layihəsi çərçivəsində 3 əsas müqavilə imzalanıb və mühəndis layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri qrafika uyğun davam etdirilir. Şahdəniz yatağından ilk hasilatdan 2025-ci ilin sonunadək ümumilikdə 264 milyard kubmetr qaz və 52 milyon ton kondensat hasil olunub. Təkcə ötən il Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından 27 milyard kubmetr qaz və təxminən 4 milyon ton kondensat çıxarılıb. Mövcud qurğuların gündəlik hasilat gücü 77 milyon, illik isə təqribən 28 milyard kubmetrdir. Şahdəniz 2 və Şahdəniz kompensasiya layihələri üzrə işlər də mərhələli şəkildə davam etdirilir. Artıq platformanın üst modulları üçün ilk polad kəsimi icra olunub. Azəri-Çıraq Günəşli yataqları üzrə isə indiyədək 4 milyard 600 milyon barel neft hasil edilib. Azərbaycan dövlətinə 61 milyard kubmetrdən çox sənt qazı təhvil verilib. Ötən il ÇGD-də 10 neft hasilatı, 5 su injektoru, 1 qaz injektoru və 1 şlam quyusu qazılaraq istismara verilib. 2006-cı ildən istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2025-ci ilin sonunadək dünya bazarlarına 620 milyon tona yaxın neft nəql olunub. Bu həcmdə neft Ceyhan terminalından 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 2025-ci il ərzində Bakı-Tbilisi-Ceyhan üzrə əməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərə isə 98 milyon dollar vəsait xərclənib. Qeyd edək ki, hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri əsasən Azəri-Çıraq Günəşlidən nefti, Şahdənizdən isə kondensatı daşıyır. Bundan əlavə Bakı-Tbilisi-Ceyhan vasitəsilə Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri də nəql olunur. Dünya bazarında Azərbaycan nefti bahalaşıb. Azərlightın bir barelinin qiyməti $1.06, daha dəqiq 1,49% artaraq 72 dollar 20 sent təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azərlight markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə $1.13 və ya 1,65% artaraq 69 dollar 78 sentə bərabər olub. Qeyd edək ki, Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollardan hesablanıb. ABŞ-İran nüvə danışıqları ətrafındakı qeyri-müəyyənlik fonunda qlobal neft qiymətləri yüksəlib. Reutersin məlumatına görə Brent markalı xam neftin füturesləri bir barel üçün 69 dollar 35 sentə, Texas markalı xam neftin füturesləri isə bir barel üçün 64 dollar 50 sentə qədər artıb. London Fond Birjası qrupunun analitikləri hesab edir ki, ABŞ-İran danışıqları davam etdikcə neftin qiyməti artmaqda davam edəcək. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xəritəsinin imzalanması iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə qaldıracaq. Birləşmiş Ştatlardan daha çox sərmayə cəlb edilməsinə imkan yaradacaq. Həmin investisiyalar iqtisadiyyatın fərqli sektorlarına yönəldiləcək və rəqəmsal iqtisadiyyat, logistika, yaşıl enerji kimi sahələr prioritet olacaq. Bu o deməkdir ki, biz artıq yeni dövrdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb edilməsi ilə yanaşı, eyni zamanda strateji sahələrdə investisiya qoyuluşunun artması, texnologiyanın cəlbini müşahidə edəcək. Bu da bir tərəfdən orta dəhliz daxil olmaqla Azərbaycan üzərində reallaşan nəqliyyat dəhlizlərinin ötürmə imkanlarının genişləndirilməsinə, nəqliyyat və logistikada yeni imkanların əldə edilməsinə və Azərbaycanın dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də növbəti mərhələdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi məhz cəlb edilən texnologiyalar fonunda Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artıracaq.
Azərbaycanda rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərinin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədi ilə vergi məcəlləsinə dəyişikliklər təklif olunub. Təkliflər elektron ticarətin sürətli inkişafı fonunda hazırlanıb. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Layihəyə əsasən vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən və alıcısı Azərbaycan Respublikasında olan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 Amerika dollarının manat ekvivalentini keçdiyi halda onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu həddən aşağı olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə əlavə dəyər vergisinin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma uçota alınmış rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə münasibətdə yerli istehlakçıların vergi ödəməsi praktikasını aradan qaldırır, vergi intizamının gücləndirilməsinə və vergi yükünün daha ədalətli bölüşdürülməsinə şərait yaradır. Eyni zamanda layihədə elektron ticarət anlayışına aid edilməyən xidmətlərin dairəsi də dəqiqləşdirilir. Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki illə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollara qədər yüksəlib. Amerika Birləşmiş Ştatları 25%-də qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan ölkə kimi qeydə alınıb. Azərbaycan da regionda rəqəmsal xidmətlərdən sıx istifadə edən dövlətlərdəndir. Rəqəmsal iqtisadiyyatın həcminə görə Azərbaycanda qeyri-neft ümumdaxili məhsulun 2,8%-i informasiya kommunikasiya texnologiyalarının payına düşür. Başqa sözlə, ölkədə rəqəmsal sektorun həcmi 3,3 milyard manat təşkil edir. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının rəqəmsal inkişaf konsepsiyası təsdiqlənib. Konsepsiya vətəndaşlar, biznes və dövlət üçün vahid rəqəmsal yanaşmanı formalaşdırır. Bu çərçivədə dövlət xidmətlərinin rəqəmsallaşması, biznes üçün inzibati yüklərin azaldılması və vətəndaş məmnunluğunun artırılması əsas hədəf kimi müəyyən edilib. Azərbaycanın rəqəmsal inkişaf sahəsində artıq addımları beynəlxalq reytinqlərdə də öz təsdiqini tapır. Belə ki, BMT-nin elektron hökumət inkişafı indeksində Azərbaycan 9 pillə irəliyərək Very High EGDI kateqoriyasına daxil olub. Dünya Bankının rəqəmsal dövlət texnologiyaları yetkinlik indeksində isə ölkəmiz Qrup A kateqoriyasında mövqeyini qorudur. Bu həftə Rusiya Mərkəzi Bankı 2026-cı ildə ilk iclasını keçirəcək və uçot dərəcəsi ilə bağlı qəbul olunacaq qərar həm daxili maliyyə bazarları, həm də investorlar tərəfindən diqqətlə izlənilir. Çünki bu qərar təkcə kredit şərtlərinə deyil, həm də inflyasiya gözləntilərinə və rublun dinamikasına birbaşa təsir göstərir. Analitiklərin böyük əksəriyyəti hesab edir ki, Mərkəzi Bank bu iclasda əsas faiz dərəcəsini 16% səviyyəsində saxlayacaq. Bununla belə bəzi ekspertlər 50 baza bəndi azalma ehtimalını da gündəmdə saxlayır və dərəcənin 15,5%-ə endirilə biləcəyini bildirirlər. Rusiya Mərkəzi Bankının sədrinin müavininin sözlərinə görə iqtisadiyyat və maliyyə bazarları üçün daha vacib olan növbəti 12-18 ay ərzində orta faiz dərəcəsinin hansı trayektoriya üzrə hərəkət edəcəyidir. Yəni, dərəcənin bu iclasda yoxsa növbəti iclasda 50 baza bəndi dəyişməsi həll edici deyil. Əsas olan orta müddətli istiqamətdir. İqtisadçılar isə bildirir ki, ilin əvvəlində artan inflyasiya təzyiqi və yüksək inflyasiya gözləntiləri fonunda dərəcənin dəyişmə saxlanılması ehtimalı daha yüksəkdir. Onların fikrincə faizlərin azaldılması mərhələsi mart ayında bərpa oluna bilər və həmin vaxta qədər vergi yeniliklərinin qiymətlərə və gözləntilərə təsiri daha dolğun qiymətləndiriləcək. Xatırladım ki, yanvar ayında əhalinin inflyasiya gözləntiləri 13,7% səviyyəsində qalıb, fevral göstəriciləri isə bu iclasdan sonra 19 fevralda açıqlanacaq. Amerika fond bazarlarında Dow Jones indeksi 0,13%, 50.121, S&P 500 indeksi 6.941, Nasdaq indeksi isə 0,16%, 23.066 bəndə qədər azalıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,47%, 10.524, Almaniyanın DAX indeksi 1,14%, 25.170, Yaponiyanın əsas fond indeksi Nikkei 225 isə 57.731 bəndə qədər artıb.
Kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərdə artım qeydə alınıb. Bazarın lideri olan Bitcoin son sutqa ərzində 1,97% bahalaşaraq $67.240 səviyyəsinə qalxıb. Ethereumda 1,23% artaraq $1971 qararlaşıb. Binance Coin digər iri aktivlərdən fərqli olaraq sutqalıq dinamika üzrə 5,4% artım nümayiş etdirib və qiyməti $613 olub. 2025-ci ildə Çində 24 milyon avtomobil satılıb. Halbuki ötən il zavodlardan yola salınan avtomobillərin ümumi sayı 30 milyona çatır. Bəs 6 milyon fərq hara getdi? Avropalı ekspertlərin fikrincə artıq qalan 6 milyona yaxın avtomobil xaricdə satılmalıdır. Çinin iqtisadi modeli kütləviliyə və daim artan istehsala əsaslanır. İstehsal həcmini azaltmaq olmaz. Daxili bazar demək olar ki, dolub. Ekspertlər bildirirlər ki, Çinli istehsalçılar digər istehsalçılara qiymət və əlçatanlıq baxımından təzyiq göstərir və yeni bazarlar axtarırlar. Buna görə də onlar Avropa və Amerika bazarına girməyin yollarını tapmağa çalışırlar. Lakin bu regionda ciddi rəqabət mövcuddur və bazarı ucuz maşınlarla doldurmaq mümkün deyil.